Kanal izləyicilərini salamlayıram. Belə bir 30 gövdən bir vorkasını gətiriblər dəmirçilə. Heç bir hissəsi işləmir. İndi sökək, plataları yoxlayaq. Görək problem neydən ibarətdir. Deməli üz qapağını söktük. Burada görünür, işlər görülür. Görürsünüz kondensator. Bu dəyişilir. Yoxlayaq, görək nə problemlər var. Əsas platanı ayırıb çıxartdıq. Birinci bu platanı yoxlayaq, düzəldək. Sonra keçək sürətlər göstəricinə. Bunun ayağındakı titaniyi yoxlayaq. Aslor vasitəsilə baxın. Bu birinci ayaq. Görürsünüz, xırda skaçoklar var. Bu ikinci ayaq. Görürsünüz, impulslar. Bu zemli ayağı, ground. Keçirik çıxışlara, görürsünüz necə oynayır. Bu da sabit cərəyan olmalıdır. 1.4 verir, oynayır o da. Beş voltda da baxın, burada skaçoklar. Deməli bu tranzistorun girişində nəsə problem var. Onu yoxlayaq ya tranzistorda problem. Ya da hansısa bir elementdə. Deməli əsas platamız hazırdır. Bunu düzəltdik, yoxladıq. Hər şey qaydasında. Keçək sürətlər panelinə. Bu da hazırdır. Bunu da düzəltdik, sürətdə göstərir. İndi yığım sizə tam formada göstərəcəm. Cihazımız hazırdır. Bu sürətlər. Orta monitor. Sürpotlar hamısını göstərir. Bu qədər.